Salam, hər vaxtınız xeyirli olsun qızlar. Keçən səfər mən bir video çəkib paylaşmışdım. Su ilə bağlı. Çoxları su qaldı, suyun problemi qaldı bir tərəfə. Başladılar grantın başlığından yazmağa. 2 ay nə bilim bu niyə belədir, elədir. Mən də sizin üçün bağlamışam ki, baxın bizə içməli su adı ilə, Qəbələ su adı ilə görün bizə necə sular verirlər. Bu su hətta heç ayaq yolundan başqa hamamda baş yumağa belə yaramır. Bir həftədir mən bu yəni başlığı bağlamışam. Bir həftədir. İstəyirəm yəni siz də görəsiniz ki, yəni Qəbələ suyu, içməli su adı ilə Azərsu bizdən texniki suyun pulunu da zorla alır. Verməyəndə də suyu dibindən gəlib kəsirlər. Baxın, bir həftə içində toplanan zibilə baxın. Bir həftə. İndi çoxları yenə başlayacaqlar ki, bir həftə onu niyə elə saxlayırsan, niyə belə saxlayırsan? Yəni, göstərmək istəyirəm ki, görün sularımız, hətta içinə pambıq qoymuşam ki, yəni zibili özünə çəksin də. Pambıq görün nə vəziyyətdədir. Görün nə vəziyyətdədir. İçində xırda daşlar var, nələr var, nələr. Buna baxın, nə gündə. Qapqara palçıq. Qapqara palçıqdır. Heç olmasa dəstək olun. Dəstək olun ki, suyumuzun bu vəziyyətdə olmağını görsünlər. Aidiyyatı qurumlar bir əlac qılsın.